Salamlar, vaxtınız xeyir. Bu günləri dərs 8-in suallarının izahına baxırıq. Sual 1. Müəllim şagirdlərə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrini öyrənmək və onların fərqli xüsusiyyətlərini araşdırmağı tapşırır. Verilmiş situasiyada müəllim hansı kompetensiyanı formalaşdırmağa çalışır? Deməli, bax biz görürük ki, burada müəllim müxtəlif xalqların adət-ənənələrindən uşaqlara öyrənməkdən və onların xüsusiyyətlərini araşdırmağı tapşırırsa, deməli müəllim şagirdlərdə mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyasını formalaşdırır. Çünki başqa xalqları öyrənmək, başqa mədəniyyətləri bilmək, mədəni məlumatlığa sahib olmamız demək idi. Sual 2. Şagird gələcəkdə həkim olmağı qarşısına məqsəd qoyur və buna uyğun olaraq da özünə gündəlik plan qurur. Zəif tərəflərini qeyd edərək onları düzəltməyə çalışır. Verilmiş situasiyada olan kompetensiyanı müəyyən edin. Deməli, biz baxırıq ki, şagird nə edir burada? Qarşısına həkim olmağı məqsəd qoyur və məqsədə çatmaq üçün də plan qurur və zəif tərəflərinin nə olduğunu bilir və onları düzəltməyə çalışır. Qeyd edir ki, insanın qarşısına məqsəd qoymağı, ona uyğun plan tərtib eləməyi və səhvlərindən nəticə çıxarmağı, səhvlərini qiymətləndirməyə bacarmağı, şəxsi, sosial və öyrənmək kompetensiyasına malik olmağı demək idi. İkinci sualın düzgün cavabı olur B variantı. Sual 3. Şagird son zamanlarda artan kiber hücumları nəzərə almadan kompüterinə müxtəlif növ saytlardan oyunlar yükləyir. Dostu bunun təhlükəli olduğunu bildirsə də, o buna inanmır. Verilmiş situasiya əsasən şagirddə hansı kompetensiyanın formalaşmadığını müəyyən edin. Deməli, baxırıq ki, şagird nə edir? Kiber hücumları nəzərə almır və kompüterinə müxtəlif növ oyunlar yükləyir. Buna verilən bir dostu tərəfindən fikirlər olsa da ki, bu düzgün deyil, yəni səhvdir sənin elədiklərin, müxtəlif kiber hücumlara məruz qala bilərsən. Şagird bununla bağlı verilən fikirləri nəzərə almayaraq yenə də öz bildiyini eləyir. Deməli, burada şagirdin rəqəmsal savadlılıq belə deyək, kompetensiyası yoxdur ki, rəqəmsal savadlılıq şagirdə formalaşmadığına görə də o informasiyalarla bağlı olan müxtəlif belə deyək, təhlükələrdən qorunmağı düşünmədiyi üçün də müxtəlif növ saytlardan, müxtəlif növ kiber hücumlardan qorxmayaraq hər hansı bir oyunları kompüterinə yükləyir. Deməli, bu da şagirdin rəqəmsal savadlılığının olmadığını göstərir. Sual 3. Cavabını bildik. Keçək sual 4-cü suala. Şagird məktəbdaxili tədbirlərdə daim aparıcılıq etməsi ilə seçilirdi. Buna səbəb onun çox sərbəst danışması və fikirlərini tam formada ifadə eləməsi idi. Verilmiş situasiyaya əsasən şagirddə formalaşan kompetensiyanı müəyyən edin. Deməli, baxırıq ki, biz şagird nə edir? Daim aparıcılıq eləyir, yəni sərbəst nitq qabiliyyəti var. Şagird çox sərbəst formada fikirlərini tam formada ifadə eləməyə bacarır və fikirlərini tam olaraq ifadə eləməyə bacaran, düzgün danışıq tərzi olan bir insan, öz fikirlərini başqalarına çatdırmağı bacaran insanda savadlılıq kompetensiyasının olduğunu biz deyə bilərik ki, həmin insan savadlıdır ki, danışarkən fikirlərini düzgün ifadə eləməyə bacarır, sərbəst formada danışa bilir. Bu insanda savadlılıq kompetensiyasının olduğunu göstərir. Və 4-cü sualın düzgün cavab variantı olur ki, burada özünü ifadə sözünü görüb səhv eləyə bilərsiniz, amma buna yanılmayın. Özünü ifadə etmə mədəni məlumatlıq digər xalqlar haqqında, mədəniyyətlər haqqında məlumatlı olmaq və həmin mədəniyyətlərlə bağlı özünü ifadə edərək mədəniyyətləri araşdırmaq, öz mədəniyyətini ifadə eləməklə bağlı məsələləri nəzərdə tutur. Buradakı özünü ifadə etmə fikri. Bu isə verilən situasiya isə savadlılıq kompetensiyasına aiddir. Sual 5. Deməli, müəllim şagirdlərə Yaşıl Dünya naminə həmrəylik ilinə həsr olunmuş tədbirlərə qoşulmağın vacibliyindən və bunun hamının borcu olduğundan bəhs eləyir. Verilmiş situasiyaya əsasən müəllimin şagirdlərdə hansı kompetensiyani formalaşdırmağa çalışdığını müəyyən eləyin. Yaşıl Dünya naminə həmrəylik ili dövlət tərəfindən müəyyən edilmiş bir belə deyək il idi və bu ildə keçirilən tədbirlər var idi. Bu tədbirlərə qoşulmaq da hər bir vətəndaşın borcu sayılır və dövlət tərəfindən qoyulan tədbirlərdə, belə deyək, aksiyalarda ümumi olaraq dövlətin maraqları naminə insanların rəftar eləməyi, hərəkət eləməyi fəal vətəndaş mövqeyi kompetensiyasına malik olmağı deməkdir və müəllim də şagirdlərdə bu kompetensiyanı daha doğrusu formalaşdırmağa çalışır. 5-ci sualın düzgün cavabı olur D. Sonra 6-cı suala baxırıq. Müəllim şagirdlərə investisiya və investor terminlərini izah etdikdən sonra onlara bu mövzuda layihə yazmalarını tapşırır. Verilmiş situasiyaya əsasən müəllim şagirdlərdə hansı kompetensiyanı formalaşdırmağa çalışdığını müəyyən edin. Deməli, investisiya və investor sözləri bu belə deyək, sahibkarlıqla bağlı olan sözlər. Yəni nəyəsə pul qoyuluşu və pulu olan şəxsdən danışılır və bununla bağlı da şagirdlər müxtəlif layihələr təqdim etməlidirlər. Layihələr nədir? Yəni investisiya və investorlar sözləri nəzərə alaraq bununla bağlı müəyyən layihələr
təqdim eləməlidirlər. Həm investisiya nəyəsə qoyulmağından bağlı və yaxud da özlərinin investor olmağından bağlı müəyyən layihələr təqdim eləməlidirlər. Müəllim bu situasiyada şagirdlərdə sahibkarlıq kompetensiyasını formalaşdırmağa çalışır ki, yəni onların hər hansı bir layihələri varsa, ideyaları varsa, bunu irəli sürsünlər. 6-cı sualın düzgün cavab variantı oldu C. 7-ci suala keçirik. Şagird gələcəkdə xarici təhsil almaq istəyir və bunun üçün xarici dil öyrənməli olduğunu anlayır. Müəyyən müddət keçdikdən sonra isə o artıq qarşısına poliqlot olmağı məqsəd qoyur. Verilmiş situasiyaya əsasən şagirdin hansı kompetensiyanın formalaşdığını müəyyən edin. Deməli, baxın, şagirdin bir məqsədi var, xarici təhsil almaq və bunun üçün də dil öyrənməli olduğunu anlayır. Müəyyən müddət keçdikdən sonra şagird qarşısına poliqlot olmağı məqsəd qoyur. Poliqlot müxtəlif dilləri bilmək deməkdir. Yəni fərqli dilləri bilmək deməkdir. Amma burada biz dilləri nəzərə almamalıyıq. Fərqli dilləri nəzərə alıb çox dil bilməyi götürməməliyik düzgün variant olaraq. Çünki burada şagirdin məqsədindən söhbət gedir. Onun xarici təhsil almaq məqsədindən və bir müddət sonra isə məqsədini deyək ki, daha da dəqiqləşdirib poliqlot olmağından söhbət gedir. Biz burada əsas şagirdin məqsədinin nə olduğuna baxırıq və şagird qarşısına bir məqsəd qoyursa, deməli onda şəxsi, sosial və öyrənmək kompetensiyası formalaşıb ki, o qarşısına məqsəd qoymağı bacarır və bunun üçün nə etməli olduğunu bilir. 7-ci sualın düzgün cavab variantı olur Y. Sual 8. Yay tətilində ailəsi ilə xarici ölkədə istirahət edən şagird orada yerli əhalinin keçirdiyi festivalda iştirak edir. Festivalda müxtəlif xalqların nümayəndələri və fərqli adət-ənənələrlə tanış olur və bu anlar onda xoş təəssüratlar yaradır. Verilmiş situasiyaya əsasən şagirddə hansı kompetensiyanın formalaşdığını müəyyənləşdirin. Deməli, şagird nə edir? Fərqli, belə deyək ki, xalqlar haqqında, onların adət-ənənələri haqqında məlumat toplayır, onlarla tanış olur və bu məlumatlar onda xoş təəssüratlar yaradır. Biz deyirik ki, mədəni müxtəlifliyi bilmək, fərqli xalqların fərqli adət-ənənələrini bilmək və onlara tolerant yanaşmaq mədəni məlumatlıq və özünü ifadə etmə kompetensiyasına malik olmağı demək idi bir şəxsin. Bu sualın da düzgün cavabı olur C variantı. Sual 9. Şagird insanların psixoloqa getməkdən çəkindiklərini görür və buna bir çıxış yolunun necə tapılacağını düşünür. Atasının köməkliyi ilə virtual eynəkdən istifadə edərək insanların öz fikirlərini rahat deyə biləcəyi psixoloq proqramı yaradır. Verilmiş situasiyaya əsasən şagirddə hansı kompetensiyanın formalaşdığını müəyyən edin. Baxın, biz deyirdik ki, texnoloji və mühəndislik kompetensiyasında insanların, belə deyək də, tələb və istəklərinə uyğun olaraq yeniliklər eləmək. Və burada insanların tələbləri nələrdir? Psixoloqa getməkdir, amma getməkdən çəkinirlər deyə özləri psixoloq yanına gedəndə pis hiss eləyəcəklərini düşünürlər. Ətrafın onlara pis baxacağını düşündüyü üçün psixoloq getməkdən çəkinirlər və şagird buna görə də fikirləşir ki, mən virtual eynəkdən istifadə edərək proqram tapa bilərəm və buna uyğun olaraq da hər hansı bir, belə deyək də, yeni çıxmış o ağıllı proqramlar var. Məsələn, özümüzün işlətdiyimiz ChatGPT falan bu kimi proqramlar var. Yəni bu proqramlarda deyək ki, hər hansı bir proqram yazıb psixoloq proqramı yaradır və bunun kimi daha doğrusu proqramlar yazıb psixoloq proqramı yaradır və insanların virtual eynək alaraq həmin psixoloqdan belə deyək də fərdi formada danışmağına şərait yaradır və burada şagird hansı kompetensiyaya malik olduğunu göstərir. Riyazi, elmi və mühəndislik kompetensiyasına malik olduğunu göstərir. Dediyimiz kimi tələb və istəkləri nəzərə alaraq yeni bir nəyinsə kəşf olunmağı, yeni bir nəyinsə yaradılmağı riyazi, elmi və mühəndislik kompetensiyasına aid. Bu sualın düzgün cavabı olur D. Sual 10. Tənəffüs zamanı şagird və sinif yoldaşı arasında mübahisə baş verir. Sinif yoldaşı onu itələyib yıxsa da şagird onu heç nə etmədən oradan uzaqlaşır. Dərs bitdikdən sonra sinif yoldaşına yaxınlaşıb ikisinin də səhv etdiyini, bir də bu halı təkrarlamamalı olduqlarını bildirir. Verilmiş situasiyaya əsasən şagirddə hansı kompetensiyanın formalaşdığını müəyyən edin. Deməli, biz deyirdik ki, bir insanın öz hisslərindən agah olmağı, özünü belə deyək, emosiyalarını idarə etməyə bacarmağı, hər hansı bir konfliktdən yarandığı bir mühitdə düzgün rəftar etməyi bacarmağı şəxsi, sosial və öyrənmək kompetensiyasına həmin şəxsin malik olmağı deməkdir. Və şagird də burada həmin kompetensiyaya malik olduğunu göstərir. Onun sualın düzgün cavab variantı olur Y. Sual 11. Müəllim tələbələrinə anlama səviyyələrini artırmaq üçün onlara keçdiyi mövzulara uyğun olaraq müxtəlif situasiyalar qurmağı tapşırır. Verilmiş situasiyaya əsasən müəllim tələbələrdə hansı kompetensiyaya formalaşdırmağa çalışdığını müəyyənləşdirin. Və biz deyirdik ki, bir şeyi anlamaq, başa düşmək və onu interpretasiya eləyərək öz sözlərlə ifadə eləmək savadlılıq kompetensiyasına malik olmağın deməyidir. Və biz də burada çalışırıq ki, tələbələr anlasınlar verilən mövzuları və buna uyğun da
situasiyalar qursunlar. Yəni öz fikirlərini interpretasiya eləsinlər, öz fikirlərini belə deyək də çatdıra bilsinlər. Bunu da eləmək savadlılıq kompetensiyasına malik olmağımız deməkdir. Sual 12. Müəllim şagirdlərə tullantılardan səmərəli istifadə adlı tədqiqat işi tapşırır. Şagirdlər tullantılardan enerji ala biləcəkləri müxtəlif layihələr hazırlayırlar. Verilmiş situasiyaya əsasən müəllim şagirdlərdə hansı kompetensiyanı formalaşdırmağa çalışdığını müəyyən edin. Baxın, biz deyirdik ki, tələb və istəkləri nəzərə alaraq yeniliklər irəli sürmək. Hal-hazırdakı dövrün tələbi nədir? Hal-hazırdakı dövrün tələbi minimal olaraq nələrdənsə istifadə edib maksimal nəticələr əldə etməyimizdir. Və biz də ki, tullantılardan nə edirik? Səmərəli istifadə haqqında müəllimə bir təqdimat işi tapşırır. Yəni gündəlik olaraq həyatda istifadə etdiyimiz əşyalar var. Yəni belə deyək, qida ola bilər, geyim ola bilər. Bunlar gündəlik tullantılara çevrilir və biz bu tullantılardan istifadə edərək enerji ala bilərik. Və bu belə deyək də mühəndislik kompetensiyasını bu müəllim şagirdlərdə formalaşdırmağa çalışır ki, yəni biz necə eləyə bilərik ki, tullantılardan istifadə eləyərək yeni bir belə deyək də enerji mənbələri əldə edə bilək. Bunun üçün müxtəlif layihələr hazırlayır şagirdlər. Və bu verilən situasiyada şagirdlərdə riyazi, elm və mühəndislik kompetensiyasının olduğunu göstərir. 12-ci sualın düzgün cavab variantı oldu D. Sual 13. Müəllim şagirdlərə verilən statistik məlumatları təqdim etmələri üçün qrafik və diaqramlardan istifadə etməyin məqsədəuyğun olacağını vurğulayır. Verilmiş situasiyaya əsasən müəllim şagirdlərdə hansı kompetensiyanı formalaşdırmağa çalışdığını müəyyənləşdirin. Deməli, biz deyirdik ki, statistik məlumatlardan istifadə eləmək və yaxud da ki, statistik məlumatları hər hansı bir diaqramlar, şəkillər, qrafiklər, cədvəllər formasında verməyimiz bizim riyazi savadlılığımıza malik olmağımız demək idi. Yəni cədvəllərdən, sxemlərdən, qrafiklərdən istifadə edərək gündəlik olaraq problemləri həll etməyimiz bizim riyazi savadlılığa malik olmağımız demək idi. Bu da düzgün cavab olaraq verilir B variantında. 13-cü sualın düzgün cavabı oldu B. Riyazi savadlılıqdan söhbət gedirdi burada, riyazi kompetensiyadan söhbət gedirdi bu sualda. Sual 14. Şagird dərsdə öyrəndiyi məlumatları təhlil etdikdən sonra mövzu ilə bağlı əvvəl öyrəndiyi məlumatların düzgün olmadığını başa düşür və strategiyasını dəyişməli olduğunu anlayır. Verilmiş situasiyaya əsasən şagird hansı kompetensiyanı formalaşdığını müəyyənləşdirin. Baxın, biz deyirik ki, bir insanın ümumiyyətlə öyrənməsi ilə bağlı, özünün necə olmağı ilə bağlı, necə öyrənməsi ilə bağlı məlumatlı olmağı, özünə plan qurmağı, strategiya müəyyənləşdirməyi həmin şəxsin öyrənməyə malik olmağı deməkdir. Yəni şəxsi sosial və öyrənmək kompetensiyasına malik olmağı deməkdir. Bu sualın da düzgün cavab variantı olur ki. Sual 15. Müəllim dərs zamanı şagirdlərin maraqlı olacağını düşündüyü üçün onlara mənim gələcək karyeram adlı esse yazmağı tapşırır. Verilmiş situasiyada müəllim hansı kompetensiyanı formalaşdırmağa çalışır? Baxın, biz bundan yuxarıdakı sualda dedik ki, mənim gələcək planlarımla bağlı, mənim şəxsi həyatımla bağlı, ümumi olaraq özümlə bağlı olan bütün məsələləri bilməyim şəxsi, sosial və öyrənmək kompetensiyasına malik olmağım demək. 15-ci sualın düzgün cavab variantı olur Y. Sual 16. Müəllim Novruz bayramı haqqında məlumat verən zaman bu bayramın yalnız Azərbaycanda keçirilmədiyini, müxtəlif xalqların bu bayramı qeyd etmələrini vurğulayır. Verilmiş situasiyada müəllim şagirdlərdən hansı kompetensiyanı formalaşdırmağa çalışdığını müəyyən edin. Baxın, biz deyirik ki, müəllim burada nədir? Novruz bayramı haqqında danışdı və onun təkcə Azərbaycanda yox, başqa xalqların da milli bayramları olduğunu dedi, bildirdi və bu bildirmə də başqa xalqlar haqqındadır və başqa xalqların adət-ənənələri, mədəniyyətləri haqqındadır. Və başqa xalqların adət-ənənələri, mədəniyyətini bilmək, onlara tolerant yanaşmaq, mədəni məlumatlıq və özünü ifadə kompetensiyasına malik olmağın deməkdir. Sualın düzgün cavab variantı olur C. Sual 17. Şagird ekskursiya zamanı rastlaşdıqları turistlərin onlara verdiyi sualları cavablandırır və özü də onlara müxtəlif suallar verərək onların səyahətləri necə keçdiyini soruşur. Verilmiş situasiyaya əsasən şagirddə hansı kompetensiyanın formalaşdığını müəyyən edin. Baxın, şagirdlər turistlərlə rastlaşır və onlarla belə deyək ki, başlayırlar sual verməyə bir-birlərinə, müxtəlif suallar verirlər və onların verdikləri müxtəlif suallara da cavab verirlər. Bu zaman demək olar ki, biz şagirdlərin turistlərlə hər hansı bir dildə danışmağından bəhs olunur. Təbii ki, yəni turistlərsə bizim dildə demək olar ki, bilə bilməzlər və yaxud da bilsələr də biraz bilə bilərlər. Şagirdlər bu zaman turistlərlə danışan zaman təbii ki, fərqli dillərdən hər hansı bir turistin dili deyək ki, ingilis dilindən və ya da rus dilindən istifadə edirlərsə, deməli bu şagirddə çox dil bilmək kompetensiyasının olduğunu göstərir. Sualın 17-ci sualın düzgün cavab variantı olur A.
Sual 18. Şagird yaşadığı ərazidəki azsaylı xalqın fərqli dilinin olmasına yeni öyrənsə də onların dilinə qarşı hörmətlə yanaşır. Verilmiş situasiyada şagirdin hansı kompetensiyanı formalaşdığını müəyyən edin. Deməli, baxın, deyirik ki, biz fərqli mədəniyyətlərin, fərqli belə deyək ki, xalqların dilini bilmək və onlara hörmətlə yanaşmaq. Ümumi olaraq fərqli xalqların, fərqli mədəniyyətlərin adət-ənənələrini bilmək və onlara hörmətlə yanaşmaq mədəni məlumatlıq və özünü ifadə kompetensiyasıdır. Amma burada sırf dildən söhbət gedirsə, fərqli xalqın fərqli dilindən söhbət gedirsə, dilə hörmətdən söhbət gedirsə, burada biz cavab olaraq çox dil bilmək kompetensiyasını götürəcəyik. Çünki fərqli xalqların, fərqli dillərin, fərqli mədəniyyətlərin dilini bilmək, sırf dilini bilməkdən söhbət gedirsə, bu olur nə? Çox dil bilmək, dilini bilmək və dilinə hörmət eləməkdən söhbət gedirsə, burada olur çox dil bilmək kompetensiyası. Yəni gedib səhv olaraq C variantını götürə bilmərik. Deməli 18-ci sualın düzgün cavab variantı olur A. Sual 19. Üzr istəyirəm, hə. Sual 19. Müəllim şagirdlərə qrup müzakirəsi olaraq sosial şəbəkələri həyatımızı necə dəyişir adlı mövzu təqdim eləyir. Verilmiş situasiyada müəllim şagirdlərdə hansı kompetensiyanı formalaşdığını müəyyən etməyə çalışır. Deməli, baxın, müəllim müzakirə verir və şagirdlər qrupda sosial şəbəkələr həyatımıza necə təsir eləyir haqqında fikirlərini bildirirlər və bu zaman müəllim nə etmiş olur? Bu zaman müəllim rəqəmsal savadlılıq kompetensiyasını şagirdlərdə olub-olmadığını müəyyənləşdirir. Çünki rəqəmsal savadlılıq odur ki, biz sosial şəbəkələrdən, yəni texnika və texnologiyadan, deyək ki, telefonlardan, ağıllı telefonlardan və yaxud da ki, planşetlərdən, internetdən informasiyaları necə qəbul eləyirik, informasiyanın təhlükəsizliyini necə bilirik, informasiyanın düzgün olduğunu necə bilirik. Yəni bununla bağlı bütün məsələlər özündə əks etdirir. Sosial şəbəkələrin həyatımızı necə dəyişməyini bilməyi də şagirdlərin deməli aid olur rəqəmsal savadlılıq kompetensiyasına. Sual 20. Müəllim dərs zamanı şagirdlərə mövzu ilə bağlı müxtəlif məlumatlar verir. Şagirdlər isə verilən məlumatlardan düzgün istifadə edib tapşırıqları həll edə bilmirlər. Verilmiş situasiyaya əsasən şagirdlərdə hansı kompetensiyanın formalaşmadığını müəyyən edin. Deməli, biz deyirik ki, biz müəllim olaraq məlumat veririk və şagirdlər bu məlumatı düzgün anlaya bilmirlər. Düzgün istifadə edə bilmirlər. Deməli, düzgün anlaya bilmirlər ki, tapşırıqları da düzgün istifadə edə bilmirlər və bu da nəyi göstərir? Bu şagirdlərdə savadlılıq kompetensiyasının olmadığını göstərir ki, məlumatları düzgün araşdırıb, düzgün deyək ki, təhlil edib, anlayıb, onu tapşırıqlarda təhlil edə bilməmək şagirdlərdə savadlılıq kompetensiyasının olmadığını göstərir. Deməli, 20-ci sualın düzgün cavab variantı olur D. Savadlılıq. Belə, bugünkü suallarımız bu qədər. Növbəti dərs sualların izahlarında görüşmək ümidi ilə sağ olun, salamat qalın.